müvəqqəti işğal olunmuş Krım ərazisində Ukrayna müdafiə qüvvələri müntəzəm olaraq Rusiya hava hücumundan müdafiə sistemlərini məhv edir. Buna görə də yarımada bahalı hava hücumundan müdafiə sistemləri üçün bir növ qara dəliyə çevrilib. Bu barədə Observatel media orqanında yayımlanan hərbi siyasi müşahidəçinin məqaləsində deyilir. Xüsusilə analitik qeyd edib ki, Krımdakı hərbi əməliyyatlar kontekstində Rusiya Qara Dəniz donanması və Kerç körpüsü tez-tez xatırlanır. Lakin son zamanlar müvəqqəti işğal olunmuş yarımadanın özü Ukrayna silahlı qüvvələri üçün əsas hədəfə çevrilib ki, bu da Rusiya hava hücumundan müdafiəsinin məhv edilməsi üçün əsas məkana çevrilib. Onun sözlərinə görə bu il məhz Krımda cəbhənin digər hissələrinə və ya Rusiya ərazisinə nisbətən ən çox sayda hava hücumundan müdafiə sistemi məhv edilib, ekspert vurğulayıb. Lakin məhz müvəqqəti işğal olunmuş yarımada Rusiya hava hücumundan müdafiəsini sıradan çıxarmaq üçün əsas platformaya çevrilib. 2025-ci ilin əvvəlindən etibarən hərbi əməliyyatların heç bir digər rayonunda Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində və ya Rusiya ərazisində Krımdakı qədər çox hava hücumundan müdafiə sistemi məhv edilməyib. Təkcə son zamanlarda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Primari bölməsi aşağıdakı hədəflərə təsdiqlənmiş zərbələr endirib. 1 ədəd Pantsir S-1 zenit raket və top kompleksi, 2 ədəd S-300 zenit raket kompleksi, 1 ədəd Tor M2 zenit raket kompleksi, 1 ədəd 9S-1M Mubzul 3 radarı, 1 ədəd ST-68 radarı, 1 ədəd 9S-3 M1 radarı və 2 ədəd Kasa 2S2 radarı. Onun sözlərinə görə bu düşmənin təsdiqlənmiş itkilərinin yalnız bir hissəsidir. Daha əvvəl onlarla hava hücumundan müdafiə sistemi, xüsusən də S-400 Triumph Pu-5 P-5 SM-201 və sair məhv edilmişdir. Kovalenko vurğulayıb ki, 2024-cü ildə Atakams raketlərinin köməyi ilə başlayan Krımdakı Rusiya hava hücumundan müdafiəsinin tədricə sıradan çıxarılması indi hücum dronlarından istifadə edərək daha sistemli və son dərəcə effektiv bir ova çevrilib. Məlum olub ki, Krımdakı Rusiya hava hücumundan müdafiə sistemləri son dərəcə həssas vəziyyətdədir və onların bərpası mürəkkəb və uzun bir prosesdir. Müşahidəçi vurğulayıb ki, Rus işğalçıları tələyə düşdülər. Axı təcrübə göstərdi ki, onların Krımdakı hava hücumundan müdafiə sistemləri son dərəcə həssas vəziyyətdədir və onlardan biri məhv edildikdə sehrbazın dovşan çıxardığı kimi silindirdən yeni birini çıxararaq bunu tez bir zamanda kompensasiya etmək mümkün deyil. Ekspert diqqəti ona yönəldib ki, hava hücumundan müdafiə sistemi istehsalı ən çox enerji tələb edən hərbi texnika kateqoriyalarından biridir. Məsələn, Hindistanın 2018-ci ildə Rusiya Federasiyasından 11 divizyon S-400 sifarişi yalnız 2026-cı ilə qədər tam olaraq yerinə yetirilməlidir. Əməliyyatlı itkilərə baxmayaraq, Ruslar hava hücumundan müdafiə sistemlərini Krımdan tamamilə çıxara bilmirlər. Çünki bu yarımadanı Ukrayna raketləri və dronları qarşısında həssas qoyar. Bunun əvəzinə onlar Rusiyanın digər regionlarından, o cümlədən Rusiyanın özündən hava hücumundan müdafiə sistemlərini köçürməyə məcburdurlar ki, bu da bu ərazilərdə öz müdafiələrini zəiflədir. Ukrayna Silahlı Qüvvələrinin 34-cü ayrı-ayrı motoatıcı batalyonu Volkodağı Xarkov vilayətində yerləşən Volçanskın indi necə göründüyünü göstərib. Düz bir il əvvəl Ruslar bu istiqamətdə hücumlarına başlamışdılar. Batalyonun məlumatına görə Rus işğalçıları bütün gecə şəhəri artilleriya, raket və aviasiya bombaları ilə atəşə tutublar. Səhər isə hücum əməliyyatlarına başlayıblar. Artıq 2024-cü il mayın 10-da 34-cü ayrı-ayrı motoatıcı batalyonu qublar döyüşə girib. Batalyon əvvəlcə Tixoye qəsəbəsində yerləşirdi. Bu, Volçanskın şərq ətrafıdır. Biz düşməni dayandırdıq və hətta hücum əməliyyatları da həyata keçirdik.
Sonra bizi Volçansk şəhərinin özünə köçürmək qərarı alındı və o andan etibarən biz 10 aydan çoxdur ki, Volçanskda yerləşirik. Bu müddət ərzində biz mövqelərimizi yitirmədik. Batalyon öz müdafiə zonasını saxlayır. Sonra Volçanskdakı aqreqat zavodunun azad edilməsi üzrə geniş miqyaslı əməliyyat oldu. Zavod azad edildikdən sonra biz təmizləmə işləri apardıq və o da bizim məsuliyyət zonamıza keçdi. Fartovi batalyonunun komandiri qeyd edib. Qeyd olunur ki, bu bir il ərzində şəhər praktiki olaraq yerlə yeksan edilib. Həmçinin çətin şəhər döyüşü şərtləri demək olar ki, qeyri-mümkün hala gəlib. Buna görə də müdafiə xarabalıqlarda saxlanılmalıdır. Komandir vurğulayıb, evlərdən qalan tək şey kərpiç və beton parçalarıdır. Onların altında çuxurlar var. Bu çuxurlarda müharibədir. Biz çuxurlardayıq, işğalçılar çuxurlardadır. Biz düşmənin hərəkətini görürük, piyada çıxır və onları vurur. Bütün taktika budur. Hər şey eyni zamanda sadə və mürəkkəbdir. Bundan əlavə texnika şəhərə daxil ola bilmir. Artilleriyanın işi məhdudlaşdırılıb. Buna görə də belə şəraitdə piyada ön plana çıxır. Piyada olmayan yerdə cəbhə yoxdur. Burada piyada işləyir. Bütün digər bölmələr onun üçün işləyir. Siz super güclü dron pilotu ola bilərsiniz, lakin qarşınızda düşməni saxlayacaq. Piyada yoxdursa, onda sizin böyük pilot və ya Javelin atıcısı olmağınızın nə mənası var? Vurğu piyadadadır. Ən çox diqqət piyadadadır. Çünki müharibənin ən böyük yükünü piyada daşıyır. Fartovi deyir. Onun sözlərinə görə düşmən hər gün hücum əməliyyatları həyata keçirir. Uğursuz olaraq Ukrayna müdafiəsini yarmağa çalışır. Qeyd olunur ki, bu ilin cəmi 4 ay ərzində qruplar 500-dən çox işğalçını məhv edib. Batalyon komandiri qeyd edib. Mən düşünürəm ki, bu onların tərəfindən düşünülmüş taktikadır. Məsələn, mövqeyimizdə 3 döyüşçü oturur. Onlar hücumlar edirlər. Birincisi ölür, ikincisi ölür. Və onlar belə davam edirlər. Nəhayət onlara çatıb içəri girəcək bir kasapa ümid edirlər. Hələ də atışma, qumbara atma davam edir və döyüşçülərin özləri tükənirlər. Və bəzən Rus komandirləri rəhbərlərini aldadırlar ki, kimsə içəri girib və mövqələrini möhkəmləndirmək üçün insanlardan kömək istəyirlər. Təzyiqi bitirmək üçün başqasının veriləcəyinə ümid edirlər.